dünyanı qiymətli bilirik. Biz elə bilirik ki, buradan o yana bir şey yoxdur. Necə ananın bətnin insan o cür bilir? Uşaq ana bətnində olanda gəlmək istəmir dünyaya. Ana ölür, ana doğranır, uşaq gəlmir. Nəyə görə? Deyir, hara gedirəm ben? Elə bilir ki, oradan böyük yer olmaz. Ona deyəsən ki, abala, oranın eni var, uzunu var, cənubu var, şimalı var, qərbi var, Avropası var, Asiyası var, ulduzları var, ayı var, günəşi var, okeanı var, dənizi var. Deyər, buradan böyük yer olmaz. Zillətlə, ağlıya-ağlıya gəlir bu dünyaya. Bu dünyaya gələndən sonra baxır, görür ki, ölçülməz miqyasdadır. Ana dünyası hara, bəşər dünyası hara, ölçülməz miqyasdadır. Bura gələndən sonra da insanın vəzi ahirətə, bu dünya ilə ahirətə o cürdür. Quran buyurur və əxlədə iləl ərz. Yapışıblar insanlar bu dünyadan qopdurlar. Nə var dünyada? Oturub fikirləşəsən, bu dünya dərddir, bu dünya zillətdir, bu dünya fikirdir, bu dünya ağrıdır. Ləzzət yoxdur dünyada. O ki yoxdur dünyada, o rahatçılıqdır. İslam Peyğəmbəri